Bu haqda YouTube-da geniş izahlı bir videom var, ancaq qısa şəkildə deyim. O gün rəylərin birində, videoların birinə yazılan rəylərdə soruşdular ki, avtomat korobka maşında svetoforda ayağı tormozda dayanmağın avtomobilə hər hansı bir zərəri varmı? Bu sualın konkret cavabı xeyr. Ona görə ki, avtomat korobkanı, yəni icad edənlər insanların rahatlığı üçün onu fikirləşib düzəldiblər və onun heç bir zərəri yoxdur. Yəni çox uzun olmayan müddətlərdə ayağınız tormozda dayanmağın, yəni svetoforda tormozda dayanmağın heç bir zərəri yoxdur. Təhlükəsizlik baxımından da bu daha optimal yoldur. Bəzi adamlar deyir ki, neytrala atmaq lazımdır, lakin neytrala və yaxud park vəziyyətinə gətirdikdə sizin korobkaya düşən zərər ayağınız əyləcdə, yəni tormozda dayananda olan zərərdən daha çoxdur. Ona görə də svetoforda qısa müddətli dayanmalarda ayağı əyləcdə dayanmaq yaxşıdır, nəinki neytrala və yaxud parka P vəziyyətinə atmaq. Bu sadəcə hansı vaxtlarda neytrala və yaxud parka atmaq lazımdır? Həddindən artıq, məsələn 10 dəqiqə və yaxud daha çox probkada qaldıqda və yaxud dəmir yol keçidində, qatar yoldan keçdikdə, uzun müddətli gözlədikdə bu lazımlı bir şeydir. Lakin svetoforda və yaxud qısa müddətli tıxaclarda neytrala və yaxud P vəziyyətini almağa heç bir ehtiyac yoxdur.